Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Allahümme salli ala Fatimete ve abiha ve ba'liha ve beniha ve sırril müstevda'i fiha bi'adedi ma ahate bihi ilmuk. Selamun aleyküm değerli izleyicilerimiz. Her vaxtınız xeyir olsun. Həzrəti xanım Fatimə Zəhra salamun aleyhanın mövludu başda İmam-ı Zaman aleyhissalam olmaqla bütün Zəhra sevərlərə mübarək olsun inşallah. Allah bu günlərin ehtiramına Həzrəti İmam-ı Zaman aleyhissalamın zuhurunu təcil eləsin. Həzrəti xanım Zəhra salamun aleyhanın mövludu Beysətin 5-ci ilində əsas tarix bunu deyir. Tarixdə əlbəttə ixtilaflı nöqtələr var. Beysətin 5-ci ilində Cəmadüs-Sani ayının 20-sində qeyri-təbii şəkildə, yəni Allah təbarək və Teala'nın möcüzə şəklində Peyğəmbərə hədiyyə elədiyi bir gündür həmin gün. Ona görə qeyri-təbii dedim ki, Peyğəmbərə Məkkə müşriklərindən əbtər deyənlər oldu. Allah təbarək və Teala Kəvsər surəsini nazilləyib Peyğəmbərə xanım Zəhra salamun aleyhanı Kövsər olaraq bəxş elədi. Kövsər cənnətdə tükənməz çeşmədir. Və Allah təbarək və Teala xanım Zəhra salamun aleyhanı Peyğəmbərə verməmiş, Allah Rəsulun meracı aparır. Diqqət eləməli. Mən çalışacağım sadə söhbətlərə belə deyə baş vuraq bir yerdə. Amma burada deməli bir söz məni cəlb eləyir. Desək ki, xanım Zəhra salamun aleyha Peyğəmbər meracının səbəbidir. Bu əsl mahiyyəti tamamlayan bir söz olar. Allah Peyğəmbərini kainatı göstərməyə aparır. O meracın hədiyyəsi olaraq meracda Peyğəmbərə xanım Zəhra salamullahi aleyhanı hədiyyə eləyir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin Həzrəti Zəhra salamullahi aleyhə ilə rəftarında qeyri-adi bir dənə nüansı qeyd eləmək özümə vacib bilirəm. Peyğəmbərimiz xanım Zəhra salamullahi aleyhanı görəndə bağrına basıb öpərdi və iyiləyərdi. Hansı ata balasını iyiləyərdi? Deyərlər, ya Rasulullah, niyə belə eləyirsən? Peyğəmbər buyurardı, qızım Zəhradan inni əşummu rihə şəcərəti tuba. Tuba ağacının ətrini duyuram. İnnəhə tüffahətul firdovs. O cənnət meyvəsidir. Tuba ağacının meyvəsindən onun nütfəsi bərqərar olub, Allah Rəsulü yeyib və ondan da Həzrəti Zəhra salamun aleyha dünyaya gəlib. Mən şəxsiyyətli şəxsi tanımaq üçün gərək ona bərabər şəxslərin dilindən tanıyasan, mənim danışmağımdansa müraciət eləyək hədislərə. Hədisin əvvəlcə mənbəsini deyim. Allah rəhmət eləsin Şeyx Kuleyni Üsul-u Kafidə 1-ci cilddə 478-ci səhifədə, Əllamə Məclisi Bihar-ül Ənvarda 48-ci cildin 85-ci səhifəsində və bir sıra kitablarda bu hədis mövcuddur. İmam Kazım əleyhissalamdandır. Buyurur ki, Ədə ətəhu rəculun nəsrani. Bir dənə nəsrani kişi gəldi İmam Kazım əleyhissalamın yanına. Qoy elə hədisin mənasını deyim, vaxtımıza qənaət eləməkdən ötürü. Dedi, ya İbn Rəsulullah, Peyğəmbərin oğlu, 30 ildir haqq din axtarıram. Tövratı, İncili, Zəburu, Qur'anın zahirini oxumuşam. Çox da uzaqdan gəlmişəm, bir dənə xristiyan kişidir. Allahdan istəmişəm ki, mənə ən yaxşı dinə və ən yaxşı bilikli bəndələrinə tərəf hidayət eləsin. Yuxuda gördüm ki, Şamda bir nəfər alim nişan verildi mənə. Getdim dərdimi ona dedim. O mənə dedi, gəlmisən, amma əgər nəsraniyyət, xristiyanlıq elmim istəsən, ərəbdə və əcəmdə o sahədə məndən bilikli yoxdur. Yox, əgər yəhudiliyi elmin istəsən, Bati İbni Şərəhbil Samirini tap, ondan öyrən Yəhudili elmin. Yox, əgər Tövratı, İncili, Zəburu, Hudun kitabını və bütün peyğəmbərlərə gələn elmləri
Ümumiyyətlə göydən nazil olanları bilən adam axtarırsan, onda ged Mədiniyə. Ayaqla ged. Ayaqla bacarmasan dizin üstə ged. Gördün dizlərin yoruldu, dizlərin üstə yeriyənmirsən, onda yıxıl sinən üstə sürün, amma özü Mədinədə sonuncu Peyğəmbərin balası İmam Musəl Kazım əleyhissalama, İmam Sadiqin oğlu İmam Musa-i Kazımə çatdır və denən mənim Mətran Ülya Qutə Dəməşqdən, Şamdan göndərib. Məni həmin xristiyan alim Mətran Ülya göndərib, özdə Şamdan. Danışdı bu hadisəni İmam Kazım əleyhissalam əyləşib, bu danışdı İmam Kazım əleyhissalama, sonra icazə istədi yerə əyləşsin. Əyləşdi və danışmaq icazəsi istədi. Ağa buyurdu, danış. Dedi, əvvəl Mətranın salamının cavabındır. İmam Kazım əleyhissalama deyir ki, mən sənə Mətrandan salam gətirmişəm. Sualımı verməmiş Mətranın, məni göndərən xristiyan alimin salamının cavabındır. Ağa buyurdu, vəssalamu alə mən ittəbə'l hüda. Hidayətə tabi olanlara salam olsun, Allahın salamı olsun. Sonra bu həmin Şamlı xristiyan başladı sual verməyə. Dedi, mən dediyim kimi bütün asiman kitablarını oxumuşam. Sizin Qur'anınızda Duxan surəsinin 1-dən 3-ə qədər olan ayələrində dayanıb qalmışam ki, bu ayələrin bətni mənası nədir? Hamim, əuzu billahi mineşşeytanirracim, bismillahirrahmanirrahim. Hamim vel kitabil mubin, inna enzelnahu fi leyletin mübareke, inna kunna munzirin, fiha yufragu kullu emrin hakim. Sadaqallahul aliyyədim. Bu ayələrin bətni mənası nədir? İmam buyurdu, Hud Peyğəmbərin kitabında Hamim, birinci ki, Quran-ı Kərimdə müqəttə hərf deyirlər, yəni kəsilmiş hərflər, söz düzəlməyən hərflər, qısa hərflər, Hamim də onlardan biridir Duxan surəsinin ilk ayəsində. İmam Kazım əleyhissalam buyurur, həmin Hamim Muhammed deməkdir sallallahu aleyhi və səlləm. Peyğəmbərin mim hərfi ilə dal hərfləri, bu Hamimin əvvəlindən mim, arxasından da dal hərfi düşüb və Quran-ı Kərimdə olub Hamim. Vəl kitabil mubin, and olsun bəyan eləyən kitaba, həmin kitab Əli ibn Əbi Talib əleyhissalamdır. Nədən bilirik kitab-ı mübin Əli əleyhissalamdır? Buna bir dənə də şahidimiz var. Əmmar Yasir soruşur Əli əleyhissalamdan, ağa, elə bir şəxs tapılar ki, oturublar bir qarışqa yuvasının yanında, birdən gözləri sataşır Əmmarın qarışqa yuvasına, Əli əleyhissalamdan soruşur, ağa, görəsən dünyada elə bir şəxs olar ki, bu qarışqaların sayını bilsin. Həzrəti Əmir-ül-Mömin əssalam buyurur, Əmmar, elə bir şəxs var ki, o qarışqaların da sayını bilir və o qarışqaların neçəsinin erkək cinsə mənsub olduğunu, neçəsinin dişi olduğunu bilir. Dedi, ağa, bu kimdir? Həzrət buyurdu, o İmam-ı Mubindir. Allah Teala Quran-ı Kərimdə, Yasin surəsində bəs buyurmur ki, kullə şeyin əhsəynahu fi imamin mubin, hər şeyin hesabın mübin imamda qoymuşuq. Ənə imam-ı mubin, həmin imam-ı mubin mənəm Əmmar. Ona görə də İmam-ı Kazım əleyhissalam buyurur, Əli ibn Əbi Talib kitab-ı mubindir, Duxan surəsindəki 2-ci ayə. Amma buyurur, inna ənzəlnahu fi leylətin mübarəkə, biz onu nazillədik mübarək gecədə, həmin orada mübarək gecə hiyə Fatimə. Leylətun mübarəkə, mübarək gecə, gecə də sirlərlə örtülü bir varlıqdır. Xanım Zəhra da sirlərlə dolu bir həqiqətdir. Fatimədə nazil etdi onu, yəni Fatimədən bütün xeyirlər can götürür. Yufraqu kullu əmrin həkim, ondan bütün hikmətli işlər ayrılar. Yəni, yəxrucu minha xayrun kəthir, fəraculun həkim, fəraculun həkim, fəraculun həkim. İmam Kazım əleyhissalam buyurur.
Fatimədən ayrılar çoxlu xeyirlər. Həkim, hikmət sahibi olan kişi, hikmət sahibi olan kişi, hikmət sahibi olan şəxs. İmam 3 dəfə dedi. Yəni imamlar Fatimədən dünyaya gələr. Fatimədə onu nazillədi və ondan ayrılar hikmətli iş. O Fatimədən imamların dünyaya gəlməsidir. Yəni Fatimə ilahi elmin daşıyıcıları, onun vücudunun bərəkətinin meyvəsidir. Allah Teala yer kürəsində imamlar xəlq eləyib, elmin mədənləri xəlq eləyib, İsmətin zirvələrin xəlq eləyib. O Muhammed Ali Muhammeddir. Onun biri Fatimənin atası, biri əri. Ondan qalan 11 dənə ilahi elmin daşıyıcıları Xanım Zəhranın vücudunun bərəkətinin meyvəsidir. Xanım Fatimə-i Zəhra salamülləleyha Peyğəmbər risalətinin muzdudur. Şura surəsi 23-cü ayədə Allah təbarək və teala Peyğəmbərinə buyurur: Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Ya Peyğəmbər de, mən Peyğəmbərliyimin muzdu olaraq, haqqı olaraq heç nə istəmirəm, öz yaxınlarıma məvəddət istəyirəm. Peyğəmbər risalətinin muzdu Allah tərəfdən Peyğəmbərə mükafat verilmiş Xanım Fatimə-i Zəhra salamülləleyhadır. Xanım Fatimə-i Zəhra salamülləleyha Peyğəmbər meracının məqsədidir. Allah Fatiməni Peyğəmbərə bəxş etmək üçün aparır meraca, sözümün əvvəlində ərz elədim. Və Allah bu əsərə görə özünə təsbih deyir. Bilirsiniz, Peyğəmbəri Allah meraca apardığına görə deyir: Subhanəl-ləzi əsra bi'abdihi leylən minəl məscid-il haram iləl məscid-il əqsəlləzi barəknə havləhu. Pak olan, subhan olan Allah öz Peyğəmbərin, öz əbdin, öz qulun seyr elətdirdi Məscid-i Haramdan Məscid-i Əqsaya. Allah Xanım Zəhranı Peyğəmbərə verməyə, təqdim eləməyə aparır. Allah özünə o əsəri təqdim eləyəndə Peyğəmbərə Sübhan deyir. Allah özünə təsbih deyir. Biz Allahı zikr eləmək üçün Sübhanəllah deyirik. Allah da Zəhranı Peyğəmbərə verəndə özünə təsbih deyir, Sübhan deyir. Və o təsbih Xanım Zəhranı Peyğəmbərə bəxş eləyəndə Allah özünə dediyi təsbih gəlir yer kürəsinə, Xanım Zəhra salamülləleyhaya Peyğəmbər tərəfindən təsbih-i Zəhra 34 dəfə Allahu Ekber, 33 dəfə Elhamdülillah və 33 dəfə Sübhanallah gəlir Xanım Zəhraya yer kürəsində təsbih olaraq hədiyyə olunur. İmam-ı Sadiq əleyhissalam buyurur, özdə o təsbihin, Xanım Zəhra təsbihinin fəzilətinə baxın. Həzrəti İmam-ı Sadiq əleyhissalam buyurur, o namazlar ki onun arxasında Xanım Zəhra təsbihi deyilə, dediyim kimi 34 təkbir, 34 əlhamdülillah və 33 əlhamdülillah, 33 Sübhanallah. Həzrəti İmam Sadiq əleyhissalam buyurur, hansı namazın ki arxasında o təsbih deyilsə, deyilməyən namazdan 1000 rəkət əfzəldir. Və yaxud da təkcə Xanım Zəhra zikri 1000 rəkət müstəhəb namazdan əfzəldir. İndi o namaz nədir? Diqqət eləsək, o namazın içində Fatihə var, Quranın anası olan Fatihə var. O namazın içində Qulhuvəllah var ki, ən azı 10 dəfə Qulhuvəllah oxuyuruq. Gündəlik 5 namazda 3 Qulhuvəllah bir Qurana bərabərdir. Amma İmam Sadiq ağa buyurur, belə bir namazdan 1000 rəkətdən əfzəldir Anam Zəhranın təsbihi. Əhməd İbni Həmbəl sünni alimlərindəndir. Fəzailü Səhabə kitabı cild 2 səhifə 773-də Cabir İbni Əbdullah el-Ənsaridən belə bir rivayət gətirir. Qala Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbər buyurdu, Lə'aliyyə ibn Əbi Talib aleyhissalam, Əli aleyhissalamsın, Salamun aleykə ya əbar reyhanəteyn, salam olsun sənə ey iki reyhanın, ey iki gülümün atası. Minəd dünya fəən qalilin yadhabu ruknak. Peyğəmbərin ömrünün son günlərdir.
Həzrət buyurur, dünyadan bu yaxın günlərdə sənin 2 rüknün biri gedəcək. 2 sütunun biri gedəcək. Vallahu xalifəti aleykə. Allah mənim xəlifəmdir sənin üzərində. Yəni Allahım səni qorusun. Allahım səninlə müğayət olsun. Fələmmə qubedən nəbi qalə Aliyyun aleyhisselam hada ahadur rükneyn. Elə ki Peyğəmbər dünyadan getdi, Əli aleyhisselam buyurdu. Peyğəmbər deyən 2 rüknün biri Peyğəmbər deyə əlimdən getdi. Əlləzi qalə Rasulullah, o rükünkü Peyğəmbər demişdi. Fələmmə matət Fatimə qalə huvar rüknül axər. Əlləzi qalə Rasulullah sallallahu aleyhi ve sellem. Xanım Zəhra dünyadan gedəndə isə Əli aleyhisselam buyurur. Bu da mənim obri rüknümdür. Obri sütunumdur ki əlimdən getdi. Bəzən bu sözün üstündə dayanmaq məcburiyyətindəyim. Əli əleyhissalamın dinin rüknüdür. Nədən bilirik dinin rüknü? Əmirül-Mömin əleyhissalam dünyadan gedəndə bu mötəbər kitablarımızda məşhur olan kəlamdır. Cəbrail yerlə göyün arasında dedi, Vallahi təhəddəmət ərkanul hüda. And olsun Allaha, hidayətin rükünləri sındı. Hidayətin rükünləri yıxıldı. Hidayətin rükünü, sütunu Əli əleyhissalamdır. Amma Peyğəmbər buyurur, Əli, sənin 2 rükünündən biri Zəhradır. Fatimə-i Zəhra salamüleyha, Əli əleyhissalamın rükünü idi, söykənəcəyi idi, arxası idi, dayağı idi. Əli əleyhissalamı tanımadılar, onun rükününü də tanıyalar. İmam Sadiq əleyhissalam Əli əleyhissalamın ziyarətnaməsində buyurur, Əşhədu ənnəkə cəmbullah və babu. Ya Əli, sən şəhadət verirəm, Allahın cəmbisən, Quranda buyurduğu cəmbisən və onun qapısısan. Biharul Ənvarda 97-ci cildə səhifə 306-dadır bu hədis. Cəmbullah nədir? Mütəal Allah, Zümər surəsi 56-cı ayədə buyurur, Əşhədu ənnəkə, üzr istəyirəm, ən təqulə nəfsun ya həsrətə alə ma fərrəttu fi cəmbillah və in kuntə ləminə saxirin. Allah sizə öyüd nəsiyyət verərək buyurur, məbada kimsə qiyamət günü əfsus Allah barəsində haqqında etdiyim səhlənkarlığa görə həqiqətən mən məsxərə edilənlərdən idim deməsin ha. Məbada bu söz desinlər ki, Allahın cəmbi haqqında eylədiyim səhlənkarlıqlar. Zümər 56-da Cəmbullah deyir. İmam Sadiq ağa buyurur, Zümər 56-daki Cəmbullah Allahın haqqı Əli əleyhissalamdır. İmam Sadiq ağa bu ayə işarət eləyərək buyurur ki, şəhadət verirəm, sənin haqqında təfrit elədilər. Yəni, çox haqsızlıq elədilər. Bəs belə bir həqiqətin rükünü Zəhra salamullah əleyhadır. Rüknül əvliya Əli əleyhissalamdır. Allah vəlilərinin rükünü, amma onun rükünü Həzrəti Zəhra salamullah əleyhadır. Həzrəti Zəhra salamullah əleyhanın mövludunda biz o həzin notlara toxunmayaraq, Həzrəti Zəhra salamullah əleyhanın həyatından bəzi incə nöqtələri inşallah ərz eləyəcəyik. Həzrəti Zəhra salamullah əleyhanı tanımaq üçün onun həyatında bəzi fəzilətlərdən bir neçəsini də ərz eləyək bu verilişimizdə. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün daxil oldu xanım Zəhra salamullah əleyhanın evinə. Əli əleyhissalam buyurur bu hədisi. Gördü İmam Həsən əleyhissalam sağında, İmam Hüseyin əleyhissalam Əli əleyhissalamın solunda əyləşib, Fatimə-i Zəhra salamullah əleyha ön tərəfdə əyləşib, Əli əleyhissalamla üzbəüz. Peyğəmbər burada Həsən, Hüseyin, siz tərəzinin 2 gözüsüz. Kəffətan, la ta'dilu kəffətan illa billisan. Anoz Zəhra o tərəzinin dilidir. O tərəzinin 2 gözü, o dil olmasa bərabərləşməz. Biz bu hədisin mənası üzərində düşünməliyik. Allah ömrünə bərəkət versin. Şeyx Vəhid Xorasani ağa buyurur, Fatimənin qəbri gizlin olduğu kimi Fatimənin qədri də gizlidir.
Bu hədisin bir neçə mənası var. Biri budur ki, zahirən ana olmasa siz olmazsınız və ya sizi tərbiyə eləyən odur. Amma bunun bətni mənası budur ki, Fatimə imaməti nübüvvətlə birləşdirən həlqədir. Yənab-ül Məvəddədə Qunduzi Hənəfi yazır. Mədinədə xanımlar Fatimənin məsxərə eləyib deyirdilər ki, bu kasıblıqda Əli ilə niyə ərə getdin Əliyə? Əbdurrahman ibn Avf 100 dənə qırmızı tüklü dəvə verirdi, 10.000 qızıl təklif verirdi, niyə onunla evlənmədin? Bu lağlağalar xanım Zəhra salamü əleyhanın qəlbinə toxundu, gəldi Peyğəmbər üzrə, ya Rasulallah, mənə belə danlaq vururlar. Peyğəmbərimiz buyurdu, bu da bu verilişdə son fəzilətli ərz eləyim, vaxtımız inşallah burada sona yetir. Peyğəmbər buyurdu, qızım, minna xeyrül ənbiya və huvə əbuk. Bizdəndir Peyğəmbərlərin xeyirlisi, o da sənin atondur. Allah sənə elə bir ata qismət edib ki, bütün bəşərin yox, hətta Peyğəmbərlərin xeyirlisidir. Minna xeyrül əvsiya və huvə bə'luk. Allah vəsilərinin, Allah vəlilərinin və Peyğəmbərin vəsilərinin xeyirlisi bizdəndir, o da sənin ərindir. Minna sibta hadihil ümmə və huma ibnak. Bu ümmətin sibti, 2 dənə cənnət cavanlarının ağası, bizdən də o da sənin 2 oğlundur. Minna məhdiyyü hadihil ümmə və huva ibnuk. Bizdəndir bu ümmətin hidayət edicisi, məhdisi, o da sənin oğlundur. Allah'ın ve Remizət Cəlal hörmətinə Allah xanım Zəhra Mövludun bütün Zəhra sevərlərə mübarək eləsin inşallah. Xanım Zəhra yolundan Allah bizi bir anda ayrı salmasın inşallah. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.